Və aleykümselam rəhmətullahi və bərəkətuhu. Soruşursan ki, cümə günü cümə namazına getməkdən ötəri azanı eşitmək şərtdirmi? Xeyr, şərt deyil. Cümə günü əmr olunub insan çağırıldıqda cümə günü, yəni buradakı çağırılış cümə namazına çağırılır. Yəni ki, azanı eşitməsən belə sən onun üçün hazırlaşmalısan. Təbii onun saatları da var. Bilirsən ki, birinci saatı var, ikinci, üçüncü, dördüncü, beşinci saatlar var. İşte saatlar var bunlar üçün. Yəni ki, hətta o saatlarda getsən belə o savabları əldə edəcəksən məscidə girərkən. Ona görə azanla bağlı deyil. Neçə ki, şəhərin hüdudlarındasan, yaşadığın şəhərin hüdudlarından kənara çıxmıyıbsan, getmək vacib olur. Yox, kənara çıxıbsansa da, şəhər hüdudlarından kənara çıxıbsansa da, bu halda azanı eşitməsən, sən getmək vacib olmur sənin üçün. Bəli, amma alış-verişə gəldikdə isə cümə saatında e, qadın ticarət edə bilər, amma qadın qadınlara satar. Qadın qadınlara satar. Kişilər üçün vacibdir cümləyə getmək. Yəni hamı cümləyə getməlidir. O saatda, yəni azan verildikdən sonra qəsd olunur burada. Xutbə və azan namaz qılınıb qutarana kimi. Bu saatda satıcı qadınsa, qadınlar qadınlara satış edə bilərlər. Çünki qadınlar üçün vacib deyil cümlə. Yəni Allah bilir.